Salam əziz şagirdlər, əziz müəllimlər. Artıq bu gün sizlə videolarımızda sıx-sıx görüşməyə çalışacağıq. Sizin üçün qaralan nəzər çəkdiyiniz dərslərlə bağlıdırsa videoları seçməyə çalışırıq. Deməli, bildiyiniz kimi dərslərimizdə ən çox rastlaşdığımız hallardan biri şagirdlər məsələn, bunlar şəkilçisinin parçalanıb yoxsa parçalanmamağı haqqında nəzər çəkirlər. Daşlaşmaq sözündə məsələn misal çəkirəm ki, bəzən parçalana bilər, bəzən parçalanmaya bilər. Əgər bu söz cümlədə yerindən asılıdır, bu söz cümlədə bərkimək mənasını verərsə, o zamanlar bölünmür, bütövlükdə təhlil olunur. Məsələn, Səməd daşlaşdı. Burada daşlamaq mənasını vermədiyi üçün, bərkimək mənasını verdiyi üçün bütövlükdə təhlil olunur. Yox, əgər bu söz daş atmaq, qarşılıqlı daşlaşmaq mənasını verərsə, o zaman şəkilçi parçalanır. Məsələn, uşaqlar daşlaşdı. Burada ba arıza leksik, şa arıza leksik kimi təhlil olunur. Əgər parçalanmırsa, məlumdur. Əgər parçalanırsa, qarşılıqlı kimi təhlil edilir ki,